qatil dediyimiz, yəni konkret şəkildə D vitamininin qatili olaraq bir ad qazanmağının müəyyən bir səbəbi var. Kifayət qədər uzun müddətdir ki, pandemiyadan bu günə qədərki olan müddət ərzində xüsusən D vitamininin möcüzələr yaratdığı haqqında fake newslar, yəni yalancı həqiqətlər mövcuddur. Mən çox istəyərdim ki, hamı bilsin, hamı deyirkən pasientləri nəzərdə tutulub. Bu video məhz pasientlər üçün çəkilir. D vitamini heç nə müalicə edir. D vitaminini analizini vermək, D vitaminini afsetdən alıb içmək, bütün bunların hamısı doğru bildiyimiz yanlışlar var. Pandemiyadan sonraki müddət ərzində belə deyək ki, günəş işığından nisbətən məhrum olmuş bəzi ölkələrdə Covid-in yayılması güya ki D vitamininə əlaqələndirdilər və ondan sonra D vitamini içməyi məsləhət gördülər. Sanki bizim D vitamini, bir daha təkrar edirəm, heç nə müalicə eləmir. Bizi izləyin, burası çox maraqlı.